Salam, hər vaxtınız xeyir olsun. Kanalımda xoş gördük sizləri. Bugün mən sizə 4-cü sinif yeni model olan monitorinqlərə hazırlıq sınaq toplusundan Landau Nəşriyyat evinə aiddir. Azərbaycan dil və riyaziyyat testlərinə izahım verəcəm. Deməli, bundan əvvəlki videoda yerləşdirmişəm. Hal-hazırda səhifə 6-nı Atlas robotunu izah edəcəm. Və bundan əvvəlki videomuzda isə güc birlikdədir testinin izahını vermişəm. Yəni kanalıma baxsanız tapa bilərsiniz. Əgər əldə edə bilməsəniz Telegram və WhatsApp kanalıma da linkləri atıram. Oradan əldə etmək olar. Gəlin baxaq. Deməli, Atlas robotu ilk öncə oxuyaq. Deməli, bir Rum rəqəmi ilə yazılıb ki, Atlas insana bənzər robotu Boston Dinamik şirkəti tərəfindən hazırlanmış və ilk dəfə 2013-cü ildə ictimaiyyətə təqdim edilmişdir. Bu robotun yaradılması Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyinin dəstəklədiyi layihələrin nəticəsi idi. Atlas balansını saxlaya bilir, pilləkənlə qalxa, müxtəlif əşyalar qaldıra və hətta mürəkkəb akrobatik hərəkətlər edə bilən ən inkişaf etmiş insana bənzər robotlardan biridir. O xüsusi sensorlar vasitəsilə ətraf mühiti tanıyır və hərəkətlərini həmin məlumatlarla uyğunlaşdırır. Sonra Atlas müstəqil şəkildə maneələrdən keçə bilir, qarşısına çıxan daş, qutu və ya müxtəlif əşyaları aşmaq üçün alternativ yollar seçir. Bu robot fövqəladə hallar zamanı axtarış xilas etmə işlərində, dağıntılar altında insan axtarışında və təhlükəli zonalardan istifadə edilmək üçün nəzərdə tutulmuşdur. Boston Dinamik şirkəti həmçinin Atlasın balans, çeviklik və fiziki güc baxımından digər insanlara bənzər robotlardan üstünlüyünü nümayiş etdirmişdir. Bununla yanaşı Atlasın da müəyyən çətinlikləri vardır. Onun hazırlanması çox yüksək maliyyə vəsaiti tələb edir. Əlavə olaraq hərəkətləri hələ tamamilə müstəqil deyil. Bəzi hallarda əvvəlcədən proqramlaşdırılmış tapşırıqlara əsaslanır. Bununla belə Atlas digər insana bənzər robotlarla müqayisədə daha mürəkkəb hərəkətlər, tullanmaq, fırlanmaq və hətta havada çevirmək kimi bacarıqlara malikdir. Bu isə ona robot texnika tarixində xüsusi yer qazandırır. Hazırda Boston Dinamik Atlas üzərində işləri davam etdirir və məqsəd robotu daha çox süni intellektlə zənginləşdirməkdir. Atlas texnologiyaların gələcəkdə insanlara müxtəlif sahələrdə xilas etmə işlərində, tippdə və gündəlik həyatda kömək göstərə biləcəyini sübut edir. Onun dizaynı və proqramı gələcək insana bənzər robotların inkişafına mühüm təsir göstərir. İndi gəlin suallara bir baxaq. Deməli, mətnin məzmununa əsasən hansı fikri söyləmək olar? Atlas yalnız proqramlaşdırılmış tapşırıqları yerinə yetirir. Xeyr, biz dedik ki, Atlas təkcə proqramlaşdırılmış tapşırıqları yerinə yetirmir. Burada var idi, hətta qeyd olunmuşdu. Müstəqil şəkildə maneələrdən keçə bilir. Müəyyən çətinlikləri olsa da çox yüksək maliyyə vəsaiti tələb edir burada. Proqramlaşdırılmış tapşırıqlara əsaslanır əvvəlcədən. Ancaq başqa şeylərdə bacarıqlara da malikdir. Gördüyünüz kimi, yəni bunu deyə bilmərik. Atlas gələcəkdə insanlara müxtəlif sahələrdə yardım edə bilər. Bəli, mətnin məzmununa əsasən bunu söyləyə bilərik. Cavab olacaq B-bənd. Burada Atlasın əsas məqsədi yalnız əyləncə və akrobatik nümayişlər etməkdir. Xeyr, məqsədi çox idi orada. Və Atlas inkişaf etdirilməyən köhnə bir robot modelidir, yanlışdır və getdikcə inkişaf etdirilir. 14. Atlasın yüksək maliyyə tələb etməsi hansı sayda çətinlik yaratdı? Robotların kütləvi istehsalında. Yəni A variantı olacaq. Sonra mətnə əsasən uyğunluğu müəyyən etməliyik. 2013-cü ildə nə baş vermişdi? İlk ictimai təqdimat baş verdi. Sonra fövqəladə hallarımız. Deməli, fövqəladə hallarımız təhlükəli zonalarda istifadə zamanı meydana gəlir. Sensorlar ətraf mühiti tanımaq üçün idi. Akrobatik hərəkətlər isə maneələrdən keçmək üçün idi. Yəni 15-ə doğru olan uyğun cavabımız C variantı olacaq. 16. Mətnə əsasən Atlas haqqında yanlış fikri seçməliyik. Atlas müxtəlif əşyaları qaldıra bilir. Bu doğrudur, qaldıra bilirdi. Yüksək maliyyə vəsaiti tələb edirdi hazırlanması üçün. Hərəkətləri hələ tamamilə müstəqil deyildi. Yəni burada yazılıb ki, Atlas tamamilə müstəqil hərəkət edə bilir. Yanlışdır, tamamilə müstəqil hərəkət edə bilmirdi. 17.
Atlas robotun əsas yaradılma məqsədi hansıdır? Fövqəladə hallar zamanı axtarış xilas etmə işlərini görmək üçün yaradılmışdır. Mətnə əsasən Atlas haqqında yanlış fikri seçməliyik. Məsələn, birincidə Atlas müxtəlif maneələri aşır. Fövqəladə hallar üçün istifadə olunurdu. Nəticədə onun üçün aşırdı, düzdür. Atlas yüksək maliyyə tələbləri, onun hazırlanması çətin idi ona görə. Bu da doğrudur. Atlasın hərəkətləri tam müstəqil deyil, o akrobatik hərəkət edə bilir. Tam müstəqil deyilsə, nəticədə o akrobatik hərəkətlər edə bilməzdi, yəni. Yanlışdır bu nəticəsi olaraq. Cavab olacaq C variantı. Boston Dinamik şirkətinin gələcək planı nədir? Atlası süni intellektlə zənginləşdirmək. Yəni doğru cavabımız olacaq B bəndi. Atlasın digər insana bənzər robotlardan əsas fərqi aşağıdakılardan hansıdır? Mürəkkəb hərəkətləri bacara bilməsi idi səbəb. Üçüncü abzası hansı yanbaşlıqla adlandırmaq olar? Gəlin ilk öncə üçüncü abzasa baxaq. Demək, bununla yanaşı Atlasın da müəyyən çətinlikləri vardı. Onun hazırlanması çox yüksək maliyyə vəsait tələb edirdi. Əlavə olaraq hərəkətləri tamamilə müstəqil deyildi. Proqramlaşdırılmış tapşırıqla əsaslanırdı. İnsana bənzər robotlarla müqayisədə daha mürəkkəb hərəkətlər, tullanmaq, fırlanmaq, hətta havada çevirmək kimi bacarıqlara malikdir. Gördüyünüz kimi burada çətinliklərdən danışır. Deməli, onda üçüncü abzası Atlasın çətinlikləri və bir də onun üstünlükləri nədir? Ondan qeyd edə bilərik. Yəni cavab olacaq B bəndi. Gəldik növbəti mətnə. Bunlar hamısı monitoring bir mətninə aiddir. Deməli, dəvələr. Birinci dəvə uzun illərdir ki, insanların yanında yaşayan həm yük daşıma, həm də nəqliyyat vasitəsi kimi istifadə olunan heyvandır. Onların hündürlüyü 2,2 metrə, çəkisi isə 600 kiloqrama qədər çata bilir. Uzun boyu, xüsusilə quruluşu bədəni sayəsində çətin iqlimlərdə yaşamağa tam uyğunlaşıb. Dəvələrin ən diqqət çəkən cəhəti hörgücləridir. Hörgüclərində su deyil, yağ toplanır. Bu yağ ehtiyatı dəvəyə həm enerji, həm də uzun müddət susuz qalmaq imkanı verir. Bir dəvə günlərlə su içmədən sərada yol gedə bilir. Su tapdıqda isə qısa müddətdə 10 litrə qədər içə bilir. Dəvələr əsasən Asiya və Afrika səhralarında yayılıblar. Onlar çox vaxt kərvanlarda istifadə olunur və çətin səhra yollarında insanlara həm yük daşımaq, həm də istiqamət tapmaqda kömək edirlər. Atlar da insanlar tərəfindən yük daşımaq üçün istifadə olunub, lakin səhra şəraitində dəvələr kimi uzun müddət susuz qala bilmirlər. Deməli, ən çox susuz qalan dəvələr olduğu üçün dəvələrdən istifadə edilir. Və buna görə də səhrada dəvələr atlara nisbətən daha əlverişli heyvandır. Dəvələr qum fırtınalarının qarşısında da dözümlüdür. Hətta burunları qumu süzəcək şəkildə qabanır, uzun kirpikləri isə gözlərini qoruyur. Sonra qidalanmada dəvələr seçici deyirlər. Onlar quru, tikanlı bitkilər və hətta insanın toxdurma bilmədiyi sərt yarpaqları belə yeyə bilirlər. Güclü dişləri və mədələri sayəsində istənilən bitkidən qida ala bilirlər. Dəvələr sosial heyvanlardır və sürülərlə hərəkət edirlər. Əksər hallarda sürüyə bir erkək rəhbərlik edir. Mədəniyyətlərdə dəvələr səbrin, dözümlüyün və səhranın simvolu hesab olunubdur. Onların insan həyatındakı rolu min illərdir ki, dəyişməyib və bu gün də bir çox bölgədə əhəmiyyətini qoruyur. Gəlin tapşırıqları mətnə əsasən. Bir mətnə əsasən hansı fikir doğrudur? Burada yazılıb ki, dəvələr hörgüclərində su saxlayır. Biz də dedik ki, dəvələr hörgüclərində nə saxlayır? Yağ saxlayır. Yəni, bura yağ yığılır. Bu da onu susuz qalmasına kömək edir. Yəni, cavabımız A variantı ola bilməz. Sonra ikinci. Atlar səhrada dəvələrdən daha çox xeyr. Dedik ki, atlar səhrada dəvələrdən dözümsüzdür. Daha sonra dəvələr seçici yalnız yumşaq otaraq xeyr. Dəvələr sosial heyvanlardır. Sürülərlə hərəkət edirlər. 22-yə uyğun olacaq cavabımız D variantı. 23. Mətndə hansı suala cavab yoxdur deyir. Baxaq. Dəvələr hansı iqlim şəraitinə uyğun yaşayır? Barı da qeyd olunmuşdu.
Dəvələrin sosial həyatı necədir? Dəvələr nə ilə qidalanır? Hər biri dəvələr neçə il yaşayır? Bu haqda məlumat yox idi. Dördüncü abzası hansı yarımbaşlıq adlandırmaq olar? Gəlin dördüncü abzasa baxaq ilk öncə. Deməli, qidalanmada dəvələr seçici deyirlər. Onlar quru ot, tikanlı bitkilər, hətta insan toxuna bilmədiyi sərt yarpaqları belə yeyə bilirlər. Güclü dişləri və mədələri sayəsində istənilən bitkidən qida ala bilirlər. Gördüyünüz kimi burada dördüncüdə dəvələrin seçici olmadığından, qidalanmasından, yəni ona görə cavab qidalanma olacaq. Sonuncu abzasın əsas məqsədi nədir? Ən sonuncu abzasımıza baxaq, yəni 6-cıya. Mədəniyyətlərdə dəvələr səbrin, dözümlüyün və səhranın simvolu hesab olunur. Onların insan həyatında rolu min illərdir ki, dəyişməyib, bugün də bir çox bölgədə əhəmiyyətini qoruyur. Burada artıq dəvələrin dözümlüyündən, yəni onun simvolik rolunu və əhəmiyyətini göstərir. Cavab olacaq C bəndi. Dəvələrin burun və kirpiklərinin xüsusiyyəti nə üçün idi? Qeyd olunmuşdu ki, qum fırtınasından qorumaq üçün. Atlar hətta buna görə dözümsüz olurdular. Dəvələrin qum fırtınasına qarşı xüsusi quruluşlu bədənə malik olması hansı abzasda başa düşmək olar? Gəlin baxaq görək hansısa xüsusi quruluşa malik olan. Məsələn, burada. Qumu süzəcək şəkildə qapanır, uzun kiprikləri gözləri qoruyur, burunları. Gördüyünüz kimi, neçənci abzasda qeyd olunub, o 3-cü abzasda. 28. Hansı səbəbə görə dəvə səhrada atdan daha əlverişli hesab olunurdu? Dedik ki, uzun müddət onlar susuz qala bilirlər. Sus tapdıqda dəvələr necə davranır? Təbii ki, qısa bir müddət ərzində dedik ki, 10 litrə qədər su içə bilirlər. Dəvələr haqqında şəkildə verilmiş məlumatları müəyyən edin. Dedik ki, birinci uzun müddət susuz qala bilməsi, bir də səhrada atdan da dözümlü olması. Baxın, burada şəkil var, görürsünüz. Günlərlə susuz qala bilir, qum fırtınasına davamlı və çətin iqlimdə yaşamaya uyğundur. Sonra burada isə Asiya və Afrika səhralarında at isə dəvələr qədər dözümlü deyil, uzun müddət susuz qala bilmir. Yəni orada şəkildə qeyd olunurdu. Cavab olacaq, uzun müddət susuz qala bilməsi, daha dözümlü olması adlı. Yəni şəkildə də qeyd olunub 2 və 4 B variantı. Bu qədər. Növbəti videolarda görüşmək ümidi ilə sağ olun.